Evet, üçbucaqda vacib düsturlarımızdan biri də kosinuslar teoremidir. Necə alındığına öncə baxaq. Deməli, bizə bir üçbucaq verilibdir və biz bilirik ki, əgər C təpəsinə bir hündürlük endirilibsə, HB x-a bərabərdirsə, onda AH da C çıxılsın x-dir. Pifaqor teoreminə görə biz bilirik ki, B-nin kvadratından C çıxılsın x-in kvadratını çıxsaq H-ın kvadratını verir. Eyni qayda ilə A-nın kvadratından da x-in kvadratını çıxsaq, yenə h-ın kvadratını vermiş olur. Onda biz sadələşdirsək bunu, belə yaza bilərik. B kvadrat çıxılsın C kvadrat, üstə gəlilsin 2cx çıxılsın x kvadrat bərabərdir A kvadratı çıxılsın x kvadratına. X kvadratları bərabərin birinin digər tərəfə keçsə sıfıra bərabər olur. Alırıq ki, B kvadratı çıxılsın C kvadratı üstə gəlsin 2cx bərabərdir A kvadratına. Buradan da B kvadratı bərabərdir A kvadratı çıxılsın 2cx üstə gəlsin C kvadratı yaza bilərik. İndi bu üçbucaqdan x-i necə ifadə edə bilərik? Biz bilirik ki, bitişik katetin hipotenuza nisbəti bizə bucağın kosinusunu verir. Yəni, bunu bu şəkildə yaza bilərik. Kosinus B bucağı bərabərdir x bölünsün a-ya. Və buradan da x bərabərdir kosinus a kosinus B almış oluruq. Və onda gətirib x da yerinə yazmış olsaq, onda ümumi düsturumuz bu şəkildə olmuş olar. Demək, B kvadrat bərabərdir A kvadrat çıxılsın 2c A kosinus beta üstə gəlinsin C kvadrat. Ümumi indi buna aid bir misala baxmış olsaq, məsələn, bütün tərəflər üçün artıq düsturu bu şəkildə göstərə bilərik və bizə buradan BC tərəfini soruşur. Onda yazarıq ki, BC kvadratı bərabərdir 5-in kvadratı üstə gəlsin 8-in kvadratı çıxılsın 2 vurulsun 5 vurulsun 8 kosinus 60 dərəcə. Və kosinusun 60 dərəcədə aldığı qiyməti bilirik. Və onda BC kvadratı bərabər olmuş olar 25 üstə gəlsin 64 çıxılsın 40. Bərabər olur 49-a. BC tərəfi də bərabər olmuş olur 7-yə.